Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. 4-cü siniflər üçün Sinar yayımlarının Yarpaq test vəsaitindən izahlarımız davam edir. 41-ci test koordinat şəbəkəsi mövzusu ilə qarşınızdayıq və tapşırıq 1-dən başlayırıq. Yazır ki, Aytaç evdən çıxıb 1 vahid yuxarı, 1 vahid sağa, 3 vahid aşağı, 2 vahid sola getdi. Aytaç ən son olduğu yer haradır? Evdən çıxıb ev buradır və 1 vahid yuxarı gedib, 1 vahid yuxarı getdi. Daha sonra 1 vahid sağa getmiş oldu, sağa getdi. 3 vahid aşağı düşdü. 3 vahid 1, 2, 3 vahid aşağı düşmüş oldu və 2 vahid sağa getmiş, sola getmiş oldu. Gəldiyi yer haradır? Kitabxana. Doğru cavab D variantı. 2-də yazır ki, koordinat şəbəkəsi üzərində C4-6 nöqtəsini qeyd edin və məlumatlardan hansının doğru olduğunu müəyyən edin. Bildirim ki, koordinat şəbəkəsi deyəndə, yəni işarələnmiş yer nəzərdə tutulmuş olur. Koordinat şəbəkəsində üfüqi və şaquli istiqamətdə oxlar var. Birinci ədəd həmişə üfüqi istiqamətdə oxu göstərmiş olur, yəni üfüqi istiqamətdə hərəkəti göstərmiş olur. İkinci ədəd isə şaquli istiqamətdə hərəkəti göstərmiş olur. 4-6-dırsa, yəni 4 vahid sağa, yəni üfüqi istiqamətdə hərəkət edib, 6 vahiddə yuxarı istiqamətdə hərəkət etmiş olarıq. Bizə verilən nöqtə burada, yəni C nöqtəsini qeyd etmiş olarıq. Daha sonra deyir ki, suallara cavab verin, yəni doğru olduğunu müəyyənləşdirin. F nöqtəsi C nöqtəsindən 1 vahid sol, 3 vahid aşağıdır. Deməli, F nöqtəsi 1 vahid sola getmiş oluruq və 3 vahid aşağı düşmüş oluruq. 1, 2, 3, xeyr, düz deyil. Biz əgər sağa getmiş olsaydıq, tamam tapmış olardıq. Bu deyil. B-yə baxırıq, yazır ki, B nöqtəsi F nöqtəsindən 1 vahid aşağı, 3 vahid sağda yerləşir. B nöqtəsi F nöqtəsindən 1 vahid aşağı, 1 vahid aşağı getdik və 3 vahid sağa, sağa getsə gedib keçərik o tərəfə. Aşağı deyil, yuxarıdadır. Bu da deyil. Yəni bunlar ikisi deyil. Daha sonra C-yə baxırıq. A nöqtəsi B nöqtəsindən 2 vahid aşağı, 2 vahid aşağı, 1 vahid sağda yerləşir. Sağda deyil, solda yerləşir. Bu da düzgün deyil. Və yazır ki, C nöqtəsi A nöqtəsindən 4 vahid yuxarı, 3 vahid sağda yerləşir. Baxaq görək, 4 vahid gəlmiş olsaq, 1, 2, 3, yəni daha doğrusu yuxarı deyirik. Deməli, C nöqtəsi A nöqtəsindən 4 vahid yuxarı. 1, 2, 3, 4. 4 vahid getdik, düzdür. 3 vahid sağa getsək, düz gəlib C nöqtəsinin üzərinə düşmüş oluruq ki, doğru cavabımız D variantı olmuş oldu. 3-ə baxırıq, yazır ki, koordinatlar 2, 3, 2, 5, 3, 2, 4, 2, 4, 6 olan fiqurun AB parçası üzrə simmetriyası aşağıdakılardan hansı olar? İlk öncə biz bunları qurmuş olarıq. 2, 3. 2 sağa, 3 yuxarı getmiş olsaq, bunu qurduq. Daha sonra 2, 5, 2, 5, bunu da burada qurmuş olduq. Daha sonra deyir ki, 3, 2, 3 getsək, 2 yuxarı qalxsaq, bu olmuş olacaq. Daha sonra deyir, 4, 2, 4 getsək və 2 qalxmış olsaq, bu da gəldi, bura düşmüş oldu. Və növbəti də olacaq, 4, 6, 4 getsək, 6 da gəlib bura düşmüş olarıq. Və bunu birləşdirmiş olsaq, belə bir şey olacaq. Hətta heyf ki, düz çəkə bilmirik burada. Yəni, bizim alətlərimizdən yoxdur, o səbəbdən də bura gəlmiş olur. Buradan bura gələcək. Buradan da bura getmiş oldu. Hansı cavab? Bunu da bizdən nəyin istəyir? Simmetriyasını istəyir ki, hansıdır? Digər tərəf hansı olmuş olacaq? Onu bizdən istəmiş olur. Baxırıq. Bunu düz yazmadıq, aşağı düşdük. Buradan bir dənə gözlə, aşağı düşmürük. Bu nöqtəyə düşmürük. Nöqtəsini düz quraq. Belə bir şey idi. 3, 2 və 4, 2 idi.
Gəldi bura, bundan sonra da belə. İndi bunun simmetriyasını bizdən istəyir. Deməli, digər tərəfdə neçə olmuş olacaq, onu tapmamız lazım. O da D variantında yox, daha doğrusu D variantı yox, C variantında verilib. Çünki D variantında yuxarı tərəfdə eyni şəkildədir. Bu da C variantında verilmişdir. Sanki bunu buradan bir vahid getmiş olarıq. Daha sonra qalxarıq yuxarı. Ondan sonra qalxırıq bura və bundan sonra da bu cür davam etmiş oluruq. Düzü xəttkeşlə çəkmədiyimə görə biraz səliqəsiz görünür. Doğru cavab C variantında verilib. 4-də yazır ki, düzbucaqlı üçbucağın C təpəsinin AB tərəfi üzrə simmetriya nöqtəsinin koordinatını tapın. Deməli, düzbucaqlı üçbucağın C təpəsi, bura C təpəsidir. Bunu bildik. C təpəsinin AB tərəfi üzrə, tərəfi bu AB tərəfi üzrədir. Deyir ki, simmetriya nöqtəsinin koordinatını tapın. Simmetriya nöqtəsinin koordinatını tapmamız lazımdır. Burada bununla simmetriya təpəsi. Biz AB tərəfinin bir simmetriya oxu kimi götürmüş olsaq, C buradan necə uzaqlıqdadırsa, eyni uzaqda yerləşən digər tərəfi də tapmış olarıq. Bu da əlbəttə, yenə də bunu düz çəkə bilmirəm, biraz xəttkeş yoxdur. O səbəbdən də biraz səliqəsiz görünə bilər. Sanki bu şəkildə getmiş olacaq da, belə olacaq buradan. Yəni ox düz gedəcək, belə bu şəkil. Gəl bura düşmüş olur. Və bu da 1-5'dir. 1 sağa, 5 də yuxarı. 1-5 doğru cavabımız harda var? Əlbəttə ki, C variantında göstərilmişdir. Yəni bu C nöqtəsi AB düz xəttinə nəzərən, yəni buna nəzərən hansı uzaqda yerləşir? Yəni bunu simmetri oxu olaraq qəbul etsək, burada da digər nöqtəni qeyd etmiş oluruq. 5-də yazır ki, qələmin ucunun dayandığı nöqtənin koordinatlarını müəyyən edin. Qələmin ucu birinci 2, bu 5, 2, 5, 2, 5 hardadır? 2, 5, doğru cavab D variantı. Daha sonra 6-ya baxırıq ki, Günay kitabı kitabın birinci gün 50 səhifəsini, ikinci gün bundan 15 səhifə çox, üçüncü gün isə ikinci gündəkindən 2 dəfə çox oxuyaraq qutardı. Məsələyə uyğun qrafik aşağıdakılardan hansıdır? Deməli, birinci gün, burada baxırıq ki, 50 səhifə, düzdür. İkinci gün bundan 15 səhifə çox oxuyub 65 olmalıdır, bu da düzdür. Daha sonra üçüncü gün isə ikinci gündəkindən 2 dəfə çox, yəni 130 olmalıdır, burada 230'dur, 65'dən 2 dəfə çox. Deyir ki, ikinci gündəkindən 2 dəfə çox. Deməli, düz deyil. B-yə baxırıq. 50, sonra 65, sonra da 130 olmalıdır. Düppələm düz. Doğru cavab B variantında verilmişdir. Digərlərinə baxmağa da ehtiyac yoxdur. 7-yə baxırıq. Yazı ki, koordinatları 1-3, 3-1, 3-5, 5-3 olan nöqtələri birləşdirsək, hansı fiqur alınacaq? Əlbəttə, xəttkeşlə birləşdirmirik, amma buradan birləşdirmiş olarıq. 1-3, 1-3 buradadır. Daha sonra 3-1, 3-1 buradadır. Növbəti 3-5, 3-5 buradadır. Və 5-3, 5-3 də burada olmuş oldu. Bunları birləşdirmiş olduq. Nə alınmış oldu? Yəni düzbucaqlı alınmış olacaq ki, doğru cavabımız da B variantında verilmişdir. 8-ci tapşırıqda yazır ki, koordinatları verilmiş nöqtələrdən hansı üçü bir düz xətt üzərində yerləşə bilər? İkinci A nöqtəsi 4-2-dir. 4-2 A nöqtəsi burada qeyd etmiş olaq. Bu oldu A nöqtəsi. Daha sonra 3-4 B nöqtəsidir. 3-4 B nöqtəsi, bu da B olmuş oldu. Daha sonra 6-1, 6-1, bu da oldu nə? C nöqtəsi olmuş oldu. Bunu da C-ni də qeyd etmiş olaq. 5-3, 5-3, 5-3, bu da oldu D nöqtəsi. D-ni də bura qeyd etmiş olduq. 2-3, 2-3, 2-3 gəldik bura. 2-3, bu da oldu nə? E nöqtəsi olmuş oldu. Daha sonra 7-6, 7-6, 7-6 buradır. Bu da oldu F nöqtəsi. Və 4-5, 4-5. Bu da oldu E nöqtəsi.
İndi hansı üçü bir düz xətt üzərində yerləşir? Bunu bizdən soruşur ki, biz də baxmış olsaq ki, hansıdır? Bu da FAC. FAC. Bu baxaq görək yerləşir. Bu F-dir yoxsa E-dir? F budur, E-dir. EAC. EAC yoxdur burada. Amma buradan da baxmış olsaq ki, hansı var? Burada bu üçü bir düz xətt üzərində yerləşir. EBE. B variantı var. Amma məncə burada bax, bu da bir düz xətt üzərində yerləşir. Baxaq. 1 vahid, 2 vahid belə gedib ki, bunlar da bir düz xətt üzərində yerləşir, amma ki, onu qeyd etmədilər. EBN-i qeyd ediblər ki, bu da B variantında verilmişdir. 9-cu suala baxırıq. Yazır ki, təpə nöqtələrinin koordinatları 2-2, 2-5, 3-1, 5-1, 6-2, 6-5 olan fiqurun sahəsi neçə vahid kvadratdır? 2-2 qeyd etdik olduq burada. 2-5, 2-5'i də bura qeyd et. Bax, 1-5'i yazmışam bunu. 2-5 olmalıdır. Bir də 1-5'dir bu. Deməli, 2-2 burada. 2-5 bura. Daha sonra 3-1, 3-1 burada olmuş oldu. 5-1, 5-1 bu da buradadır. Daha sonra 6-2, 6-2 buradadır. Və 6-5, 6-5 də burada olmuş oldu. Bunu gəlib birləşdirək beləncə. 5 bucaqlıdır, 6. Tamam. 2 dənə yarı var. Tamları 1, 2, 3, 4. 1, 2, 3'ə vursaq 12, 14, 15. Doğru cavab D variantında verilib. 2 dənəsi yarısı, qalanı da tamdır. O yarılar birləşir, bir vahid yaradır. Digərlərdə tam olduğuna görə hesablamış oluruq. Onda yazır ki, Y oxu üzərindəki A nöqtəsinin koordinatları hansı ola bilməz? Y oxu üzərindəki A nöqtəsinin koordinatları hansı ola bilməz? A nöqtəsinin koordinatları 0, 3, 0, 3 ola bilər. 3, 4 ola bilər. Hansı nəyə üzrə deyir ki, bu da bizə göstərilməyib. Əgər Y oxu üzərindədirsə, istənilən bir koordinat şəbəkəsində, o zaman onun X oxu üzrə yeri 0 olmuş olmalıdır. Çünki 0 vahid X oxu üzrə hərəkətdir və yuxarı qalxsaq Y oxun üzərində, yəni bu oxun üzərində yerləşməlidir. Məsələn, 0, 1 burada yerləşə bilər, 0, 2 yerləşə bilər, 0, 3 yerləşə bilər, 0, 4 yerləşə bilər. Deməli, nə olmalıdır? Birincisi 0 olmalıdır. Burada da B, 3, 4 var ki, deməli bu ola bilməz. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.